Bugün xeyli ailələr var ki, əsasında rayon kənd yerlərində, orada cavan ailə, indi mən deməyəcəm, əşi, işin yox idi, niyə evlənirdin, hər kəsin öz işidir, mən kiməm ki onu deyim. Amma bugün nə qədər insan var ki, ailədə həmin o qaynananın, qaynatanın, yaxud ata-ananın, qaynana deməyə bilər, ata-ana deyək. Çünki birinin atası və anasıdır bu, iki nəfərdən birinin doğmasıdır. Amma digərinin anası və atası deyil. Yəni, nəyə gətirəm? Maaşı ilə və pensiyası ilə dolanır. Var belə ailələr, yəni bölgədə ki, cavan ailə qurub, iş gücü yoxdur. İş gücü axtarmaq lazımdır. Başa düşdüm. Tənbəllikdir, Mehman. Amma 600 min rəsmi işsiz var. Bu hamısı tənbəl deyil bunların. Rəsmi. Biz, dostum, mən açıq deyim. Mən rəsmi rəqəmlərə jurnalist olaraq inanmıram. İndi hələ bizim statistika komitəsi, Azərbaycan Statistika Komitəsi başqa bir reallıqda yaşayır. O rəqəmlərə baxanda adam biz bir tərəfdən nə gözəl, Almaniya dağılır. Evlənin deyirik, demografik partlayış yaşayaq deyirik. Digər tərəfdən deyirik ki, yox, hazır deyilsənsə niyə evləndin deyən bizik. Yəni onu da deyən bizik, bunu da deyən bizik. Ona görə maddi cəhətdən də ata-anasının durumundan asılı olanlar var, onun evindən asılıdır. Çünki ataya, anaya ev vaxtı. Deməli, o uşaqdır da, hələ böyüməyib bu adam. Yox. Ki, bu günlərim anasının niyə pensiyasını gözləyir. Hər 25 yaşına çatan özünə ev ala bilirmi? Hansı işdə işləyib alacaq o evi? Mehman, onun ona heç bir aidiyyəti yoxdur. Evi yoxdur. Bu doğrudan da mübahisə doğuracaq bir məsələdir. Adamın evi yoxdur. Evi yoxdur, aydındır. Amma ki, evlənməsin. əgər işləyirsə, arzulayırsa, mənzil üçün ev pulu yığırsa, onu yığırsa, işləyirsə, o ona stimuldur. O ona haradasa bəlkə də motivasiyadır ki, İnşallah ki, elədir. mən pul yığım, ayrılım, ayrı gedim yaşım. Bunun nəyə O gələcəyin işidir. İnsanı, gələcəyin, bəli, gələcək. Amma gələcəyin də əsası bugün qoyulur axı. Əsasını qoyum evinizin bünövrəsinin. Bu yaxşıdır, bu rahatlıqdır, amma reallıqla üstə düşürmür. Biz əlbəttə ki, bu dünənki məsələ ilə bağlı danışacağıq, amma doğrudan da birgə yaşamaq, ayrı yaşamaq, hər ikisinin üstünlüyü də var. Zənnimcə hər ikisinin problemləri də əlbəttə ki, var.